Son illər dünya bazarında şəkərin qiyməti sürətlə ucuzlaşmaqdadır. Yenavaz.com Trading Economics istinadən xəbər verir ki, şəkərin 1 kiloqramının qiyməti son 1 il ərzində 38%, bu ilin əvvəlində isə 26% ucuzlaşaraq $0,32 düşüb. Məlumat üçün bildirək ki, Azərbaycan şəkər emalında istifadə olunan əsas xammalardan birini, şəkər qamışını Braziliyadan ithal edir. Bu ilin ilk 8 ayında Braziliyadan 247 min ton şəkər qamışı gətirilib ki, bunun da 1 tonunun orta gömrük dəyəri 890 manat olub. Ötən ilin eyni dövründə Braziliyadan ithal edilən şəkər qamışının 1 tonunun orta gömrük dəyəri 1000 manatdan artıq olub. Lakin onu da bildirək ki, son 1 ildə şəkərin dünya bazarlarında ucuzlaşması eyni zamanda Braziliyadan ithal edilən şəkər qamışının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında ucuzlaşma qeydə alınmayıb. Açıqlanan rəsmi məlumata görə bu ilin əvvəli ilə müqayisədə sentyabr ayında marketlərdə şəkərin 1 kiloqramının orta satış qiyməti 5 qəpik bahalaşaraq 2,94, şəkər tozunun orta satış qiyməti isə 3 qəpik artaraq 1,92 manata yüksəlib.